Salam dəyərli şagirdlər. Bugün biz sizlə din tarix 2025 test toplusundan deməli Tunc və Dəmir dövrünün testlərini işləyəcəyik. Birgə həm təkrarlamış olacaq, həm də testləri necə işləmək lazım olduğunu öyrənmiş olacaq. Başlayaq vaxt itirmədən testlərimizə. Birinci sual. Qazax rayonundakı Baba Dərviş və Naxçıvandakı Kültəpə yaşayış məskənlərində aşkar edilmişdir. İstəyir Baba Dərviş, istəyir Kültəpə deməli yaşayış məskənləri dini ibadətgahlardır. Ona görə də burada xüsusi ibadət evləri cavabımız düzgün cavab olacaq. Digər cavablarımız səhvdir. Azərbaycanda köçmə yaylaq maldarlığı yaranmışdır. Köçmə maldarlıq yaranır. Deməli, əkinçilik maldarlıqdan ayrıldıqdan sonra. Necə yadda saxlayırdıq? Çünki yaylaq maldarlığı nədir? Mən yayda heyvanları götürürəm, aparıram dağlıq bir əraziyə, yaylağa və qışda dağda hava şəraiti soyuq olduğuna görə dağdan gətirirəm təxminən Aran bölgəsinə ki, qışı mülayim keçirsin. Həm heyvanlar rahat yem əldə eləyə bilsinlər. Mən əgər əkinçiliklə məşğul olsam, bunu eləyə bilmərəm. Çünki mənim əkinim daimi qulluq tələb eləyir, daimi oturaq yer tələb eləyir. Mən əkinçiliklə bu formada məşğul ola bilmərəm. Deməli, əkinçilik maldarlıqdan ayrılmalıdır. Yəni, birinci ictimai əmək bölgüsü baş verməlidir ki, mən heyvanlarımla yaylağa, qışlağa gedib gəlim və əkinçiliklə də məşğul olmayım. Deməli, avtomatik əkinçilik maldarlıqdan ayrılmalıdır. Bunu əzbərləmirik. Bu məntiq tələb edən bir test tapşırığıdır. Məntiqlə bunu yadda saxlayıb cavabı əldə edirik. Birinci böyük ictimai əmək bölgüsü adlanır. Birinci böyük ictimai əmək bölgüsü biz bilirik ki, erkən Tunc dövründə baş verib, əkinçiliyin maldarlıqdan ayrılması nəticəsində olub. Digər variantlarımızsa səhv olacaq. Birinci ictimai əmək bölgüsündə əkinçilik maldarlıqdan ayrılır. İkinci ictimai əmək bölgüsü, dördüncü sual. İkinci ictimai əmək bölgüsündə isə artıq sənətkarlıq başqa istehsal sahələrindən, yəni əkinçilik və maldarlıqdan ayrılmış olur. Artıq sənətkarlar ayrı bir işlə, bildiyiniz sənətkarlıqla məşğul olurlar. Əkinçilik və maldarlıqla məşğul olmağa onların artıq vaxtı qalmır və beləliklə Orta Tunc dövründə ikinci böyük əmək bölgüsü baş verir. Sənətkarlıq müstəqil sahəyə çevrilir. Azərbaycanda son Tunc və erkən Dəmir dövründə insanlar ulu icma halında yaşamışdır. Xeyr, bu alt paleolit və orta paleolitə aid idi. Tunc emalının başlanğıcı, baxın adı üstündə son Tunc. Tunc emalının başlanğıcı ola bilməz. Son Tunc dövründə əhali otraq həyata keçməyə başlamışdır. Biz bilirik ki, bu neolit dövrünə aid bir hadisə idi. Sənətkarlardan tacirlər qrupu ayrılmışdır. Bəli, üçüncü ictimai əmək bölgüsünü nəzərdə tutur. Son Tunc, erkən Dəmir dövründə üçüncü ictimai əmək bölgüsü baş verir. Artıq sənətkarların içindən tacirlər qrupu ayrılır və sənətkarların hazırladığı əşyaları əkinçi və maldar tayfalara satmaqla bu insanlar əməklə məşğul olurlar. Azərbaycanda son Tunc və erkən Dəmir dövründə əhali otraq həyata keçmişdir. Dedik ki, bu neolit dövrüdür. Metal emalının başlanğıcı qoyulmuşdur. Xeyr, bu eneolit dövrünə aiddir. Ata sitayiş ayini meydana gəlmişdir. Bəli, bu dövrdə ad müqəddəsləşdirilir. Ata sitayiş ayini meydana gəlir. İnsanlar saxsı qabların istehsalına başlamışdır. Bu neolit inqilabına aiddir. Sənətkarlıq müstəqil təsərrüfat sahəsinə çevrilmişdir. Bu isə Orta Tunc dövründə ikinci əmək bölgüsünə aid bir prosesdir. Erkən Tunc dövrünə aiddir. Metaldan alətlərin hazırlanmağa başlanması. Biz bilirik ki, ilk metalımız misdir və misdən əmək alətləri eneolit dövründə hazırlanıb. Qazax rayonundakı Baba Dərviş qədim yaşayış məskənindəki ibadət evi. Bəli, bu erkən Tunc dövrünə aid bir ibadət evidir. Deməli cavabımız olacaq B bəndi. Əhalinin oturaq həyata keçməyə başlaması neolit dövrüdür. Siklopik tikililərinin inşa edilməsi son Tunc dövrüdür. Qəbilə icmasının yaranması isə üst paleolit dövrünə aiddir.
8. Erkən Tunc dövrünə aiddir. İri tayfa ittifaqının yaranması. Xeyr, iri tayfa ittifaqı yarana bilməz erkən Tunc dövründə. Çünki erkən Tunc dövründə elə tayfalar yaranmağa başlayır. Tayfalar yaranan kimi iri tayfa ittifaqları yaratmırlar. Hələ qəbilələr birləşərək tayfalar yaradırlar. Şumlama zamanı qoşqu heyvanlardan istifadə edilməsi, bəli, bu erkən Tunc dövrünə aiddir. Çünki xış əkinçiliyi başlamışdı. Xışı da qoşqu heyvanlarına qoşub o formada yeri şumluyurdular. Əhalinin hərəkətə getməsi neolit dövrü, ayaqla hərəkətə gətirilən dulud çarxı son Tunc dövrüdür. Boyalı qablar mədəniyyəti isə orta Tunc dövrüdür. Tunc dövrünə aiddir. Ümumilikdə Tunc dövrünü soruşur uşaqlar. Yəni burada erkən, orta, son Tunc dövrünə aid olan istənilən bir hadisəni götürmək olar. Ticarətin yaranması isə məsələ A bəndi bizim cavabımız olacaq. Orta Tunc dövründə artıq ticarət yaranmışdı. Saxsı qabların hazırlanmasına başlanması bu neolit dövrüdür. Metaldan əmək alətləri eneolitdir. Ölüləri evlərin içərisində dəfn etmək eneolit dövrüdür. Ana xaqanlığının əsas yer tutması xeyr. Tunc dövründə ata xaqanlığı əsas yer tutub. Azərbaycanda ilkin şəhər mərkəzlərinin yarandığı dövr bu faktoloji biliyə əsaslanan sualdır. Orta Tunc dövrünə aiddir. Orta Tunc dövründə artıq insanlar deməli şəhərlərdə məskunlaşırlar. Azərbaycanda tacirlər qrupunun yarandığı dövr biz dedik ki, tacirlər qrupu 3-cü ictimai əmək bölgüsündən sonra yaranır. Yəni tacirlər qrupunun yaranması üçün 3-cü ictimai əmək bölgüsü baş verməli idi və bu baş verir son Tunc dövründə. Deməli cavabımız olur D bəndi. Digərləri səhvdir. Kür Araz mədəniyyəti üçün səciyyəvi idi. Kür Araz mədəniyyəti deyəndə erkən Tunc dövrü nəzərdə tutulur. Erkən Tunc dövründə toxa əkinçiliyi yaranmayıb. Tacirlərin sənətkarlardan ayrılması bu son Tunc dövrüdür. Saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulud çarxından istifadə edilməsi son Tunc dövrüdür. İlk dəfə dəmirdən alətlər düzəldilməsi xeyr, bu son Tunc erkən dəmir dövrünə aid prosesdir. Əkinçilik maldarlıqdan ayrılması birinci ictimai əmək bölgüsü. Cavab Y bəndi. Qədim Azərbaycan tayfalarının Assuriya ilə əlaqə saxladığını sübut edir. Bunu sübut edir Xocalıdan tapılmış, üzəri mixi yazı ilə yazılmış muncuq. Həmən mixi yazının üzərində Mesopotamiyada Akkad hökmdarı Adad-nirarinin adı yazılmışdı və biz oradan bilirik ki, deməli bizim Assuriya ilə əlaqələrimiz olub. Qədim Azərbaycan tayfalarının qədim şərq ölkələri ilə su yolu ilə ticarət əlaqəsi saxladığını sübut edir. Su yolu ilə hərəkət eləmişiksə, deməli bizdə nə olmalı idi? Gəmi olmalı idi. Burada biz axtarırıq, Y bəndində görürük ki, yazılıb Qobustanda qayaların üstündə həkk edilmiş gəmi təsvirləri. Əgər bizim gəmilərimiz var idisə, bu gəmiləri nə üçün istifadə edə bilərdik? Ancaq ya balıq tutmaq üçün istifadə edirdik, ya da su yolu ilə ticarət aparırdıq. Elə hər ikisi üçün də istifadə edilib. Verilənlərin hamısı ibtidai icma quruluşunun hansı mərhələsinə aiddir? Mübadilə genişləndi və gələcəkdə ticarətin meydana gəlməsinə şərait yarandı. İnsanlar şəhər tipli yaşayış məskənlərində yaşamağa başladılar. Sənətkarlıq digər təsərrüfat sahələrindən ayrılıb müstəqil oldu. Bu, ilkin şəhər mərkəzlərinin yaranması, sənətkarlığın müstəqil sahə olması, ikinci ictimai əmək bölgüsüdür. Orta Tunc dövründə baş verən prosesdir. Cavabımız olur C bəndi. Digər cavablar isə səhvdir. Azərbaycanda eneolit dövründən fərqli olaraq Tunc dövründə, yəni elə şey tapmalıyıq ki, eneolitdə bu olmasın, Tunc dövründə yaranmış olsun. İnsanlar ilk dəfə metalla tanış oldular, bu eneolit dövrüdür. Köçmə, yaylaq maldarlığı meydana gəlmişdir, bu Tunc dövründə olub, deməli eneolit dövründə isə belə bir şey olmayıb. Cavabımız olur B bəndi. Kollektiv halda yaşayırdılar. Xeyr, heyvanların əhəlləşdirilməsinə başlanmışdı. Bu mezolit dövrünə aiddir. Qadın cəmiyyətdə üstün mövqeyini qoruyub saxlamışdı. Bu ana xaqanlığıdır üst paleolitdən deməli Tunc dövrünə qədər. Verilənlərin hamısı Azərbaycanda ibtidai icma cəmiyyətinin hansı mərhələsinə uyğundur? Toxa əkinçiliyinin xış əkinçiliyi ilə əvəz olunması, köçmə maldarlığın meydana gəlməsi, əhalinin dağlıq və dağətəyi zonalarda məskən salması bu erkən Tunc dövrünə aid proseslərdir. Erkən Tunc dövründə biz deyirik ki, toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olunur. Köçmə maldarlıq meydana gəlir, əkinçilik maldarlıqdan ayrıldıqdan sonra və insanlar da dağlıq və dağətəyi zonalarda məskən salmağa başlayırlar erkən Tunc dövründə. Orta Tunc dövründə İnsanlar ulu icma halında yaşayırdılar. Xeyr.
Bu orta paleolitə aiddir, alt paleolitə aiddir. Dəri işləmənin yaranması sənət sahəsidir. Bu neolit inqilabıdır. Əhali oturaq həyata keçməyə başlamışdır. Bu da neolit dövrüdür. Duluzçuluqda müxtəlif rəngli boyalardan istifadə edilmişdir. Bəli, ona görə də elə Orta Tunc dövrünə boyalı qablar mədəniyyəti də deyirlər. Deməli, üzr istəyirəm. Deməli, burada cavabımız olacaq elə D bəndi. Ata xaqanlığı yaranmışdır. Bu Erkən Tunc dövrünə aid hadisədir. Orta Tunc dövründə Azərbaycanda xış əkinçiliyi yaranmışdır. Biz bilirik ki, xış əkinçiliyi Erkən Tunc dövrünə aiddir. Metal emalının başlanğıcı qoyulmuşdur. Metal emalı uşaqlar eneolit dövründə idi. Misdən etibarən metalla insanlar tanış idilər. Mis daş dövründən, eneolitdən başlayaraq olub bu. Orta Tunc dövrünə aid deyil. Əkinçilik və maldarlıq yaranmışdır. Bu ibtidai formada mezolit dövründə yaranıb ilkin olaraq. İbtidai formada Orta Tunc dövründə artıq əkinçilik və maldarlıq kifayət qədər geniş inkişaf yolu keçmişdir. Ana xaqanlığını ata xaqanlığa əvəz etmişdir. Bu proses Erkən Tunc dövründə baş verib. İlkin şəhər mərkəzləri yaranmışdır. Bəli, Orta Tunc dövründə artıq biz deyirik ki, insanlar ilkin şəhər mərkəzlərində yaşayırdılar. Bunun da səbəbini dərs izahı videolarımızda kanalda görə bilərsiniz. Dərs izahı videolarına baxsaz, biz orada bütün dövrlərin xarakterik xüsusiyyətlərini bir-bir izah edirik. Orta Tunc dövründə qəbilə icması yaranmışdır. Xeyr, qəbilə icması üst paleolitdə yaranıb. Tayfa başçıları ilahiləşdirilmişdir. Xeyr, belə bir şey yoxdur Orta Tunc dövründə. Əhali oturaq həyata keçməyə başlamışdır. Bu neolit dövrünün hadisəsidir. Saxsı qablarının istehsalının başlanması neolit dövrünə aiddir. Sənətkarlıq digər istehsal sahələrindən ayrılmışdır. Bəli, bu dediyi şey ikinci ictimai əmək bölgüsüdür. Bu da olub Orta Tunc dövründə. Cavab Y bəndi. Deməli 21-ci sual. Orta Tunc dövründə əhali oturaq həyata keçməyə başlamışdır. Əhalinin oturaq həyata keçməsi dedik ki, neolit dövrüdür. Hərbi iş geniş yayılmışdır. Bu Orta Tunc dövrünə aid proses deyil. Son Tunc dövrünə aiddir hərbi işinin geniş yayılması. Üzümçülük yaranmışdır. Bəli, biz deyirik ki, Orta Tunc dövründə yeni təsərrüfat sahələri, bağçılıq, üzümçülük, şərabçılıq, bostançılıq yaranır və cavabımız olur C bəndi. Xış əkinçiliyi Erkən Tunc dövrünə aiddir. Qəbilə icmasının yaranması isə üst paleolitə aid idi. Kür Araz mədəniyyəti üçün səciyyəvi idi. Kür Araz mədəniyyəti yenə deyirik Erkən Tunc dövrünün deməli Erkən Tunc dövrünə aiddir. Sənətkarlığın digər istehsal sahələrindən ayrılması. Bu sənətkarlığın müstəqil sahəyə çevrilməsi mənasındadır və Orta Tunc dövrünə aiddir. İkinci ictimai əmək bölgüsü. Köçmə yaylaq maldarlığının meydana gəlməsi. Bəli, biz dedik ki, Erkən Tunc dövründə köçmə yaylaq maldarlığı meydana gəlmişdi. Əkinçiliyin maldarlıqdan ayrılmasından sonra cavabımız olur B bəndi. Rəngli boyalar Orta Tunc dövrüdür, siklopik tikililərin inşası Son Tunc dövrüdür, şərabçılığın yaranması isə üzümçülüklə bağlı olan bir hadisədir, Orta Tunc dövrünə aiddir. Kür Araz mədəniyyəti üçün səciyyəvi idi. Yenə yəni Erkən Tunc dövrünü bizdən soruşur. İnsanların daş alətləri cilalamağa və deşməyə öyrənməsi neolit dövrünə aiddir. Ovçuluğun əsas məşğuliyyət sahələrindən birinə çevrilməsi. Ovçuluq əsas məşğuliyyət sahəsi olub alt paleolit dövründə. Mənimsəmə təsərrüfatıdır bu ovçuluq. Əhalinin dağlıq və dağaltayı zonalarda məskən salması, bəli, bu Erkən Tunc dövrünün xüsusiyyətidir. İlkin əkinçilik vərdişlərinin yaranması mezolit dövrü idi. Ulu icmanın qəbilə icması ilə əvəz olunması isə üst paleolit dövrü idi. Ata xaqanlığının mövcud olduğu dövrə aid deyil. Ata xaqanlığı mövcud olub Erkən Tunc dövründən etibarən. Deməli, biz Erkən Tunc dövründən əvvəlki dövrə aid bir deməli bəndi tapmalıyıq. Sosial və əmlak bərabərsizliyinin mövcud olması. Biz bilirik ki, Erkən Tunc dövründən etibarən sosial bərabərsizlik yaranır. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Bu ikinci ictimai əmək bölgüsüdür. Orta Tunc dövründə baş verib. Metaldan ilk dəfə istifadə olunması, metaldan ilk dəfə eneolit dövründə, mis daş dövründə istifadə edilib. Ata xaqanlığının mövcud olduğu dövr deyil, ana xaqanlığı idi hələ eneolit dövründə və cavabımız olur C bəndi. Böyük tayfa və tayfa birləşmələrinin meydana gəlməsi Orta Tuncdur, təsərrüfatda kişilərin rolunun artması Erkən Tunc dövrüdür.
daha sonra baş vermişdir. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Bu ikinci ictimai əmək bölgüsüdür. Orta paleolitdə, üzr istəyirəm, Orta Tunc dövründə deməli yaranıb və indi biz baxaq görək Orta Tunc dövründən sonrakı dövrə aid bir məlumat varmı burada? Mənimsəmə təsərrüfatının istehsal təsərrüfatına keçidin əsası qoyulub. Mezolit dövründə bu A bəndi hələ ki daha qədimdir. Daha sonra baş verən hadisədir daha doğrusu. İnsanların toxuculuqla məşğul olmağa başlaması. Bu neolit dövrüdür. Nəsli icmanın yaranması, yəni qəbilə icmasının yaranması üst paleolit dövrüdür. Orta Tuncdan sonraya aid deyil. İnsanların dağlıq və dağlıq zonalarda məskunlaşmağa başlamaları isə erkən Tunc dövrüdür və bunların içərisində daha sonra baş verən hadisə bizim A bəndi olur. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi Orta Tunc dövrü. Daha sonra baş vermişdir. Yenə eyni sual. Rabitənin etkin yaranması üst paleolit dövrüdür. İstehsal təsərrüfatının meydana gəlməsi bu baş verib mezolit dövründə əkinçilik və maldarlığın yaranması ilə. Deməli, rabitəli nitqdən sonra olub, A bəndi hələ ki getdi. Mikrolit alətlərdən istifadə olunmağa başlanması, bu da mezolit dövrüdür. Deməli, 2 dənə mezolitin varsa, bunların heç biri cavab ola bilməz. Bir sualda 2 cavabımız ola bilməz. Deməli, aşağıda mezolitdən sonrakı dövrə aid də məlumatlar var. Neandertal adamın meydana gəlməsi bu orta paleolit dövrüdür, ən əvvəllərdədir. İlkin şəhər mərkəzlərinin yaranması, bəli, cavabı tapdıq. Cavab olur Orta Tunc dövrü. İlkin şəhər mərkəzlərinin yaranması. Azərbaycanda ana xaqanlığının mövcudluğu dövründən fərqli olaraq ata xaqanlığı dövründə. Yəni üst paleolit, mezolit, neolit, eneolit dövrlərindən fərqli olaraq Tunc dövründə. Axirət dünyasına inam mövzusudur. Bu orta paleolitdən başlayaraq mövcud olub fərqli xüsusiyyət deyil. Çünki bizdən baxın fərqli xüsusiyyəti soruşur. Metaldan əmək alətləri hazırlanırdı. Biz dedik axı bayaqlarda ki, eneolit dövründə də hazırlanırdı bu əmək alətləri, ana xaqanlığına düşür, fərqli cəhət deyil. Əhali əkinçiliklə məşğul olurdu. Ana xaqanlığında da məşğul olurdular mezolitdən başlayaraq. Siklopik tikililər inşa edilirdi. Bu son Tunc erkən dəmir dövrünə aid bir hadisədir. Deməli, ana xaqanlığına aidiyyatı yoxdur. Bu fərqli xüsusiyyətdir. Əhali toxuculuqla məşğul olurdu. Bu neolitdən etibarən var. Yəni ana xaqanlığı dövründə də mövcud olmuş bir xüsusiyyətdir. Uyğunluq gözlənilmişdir. Mis emalına başlanılmışdır neolit dövründə. Xeyr, mis emalına mis daş dövrü olan eneolit dövründə başlanılıb. Mənimsəmə təsərrüfatını istehsal təsərrüfatı əvəz etmişdir. Orta paleolit dövründə xeyr. Bu mənimsəmə təsərrüfatını istehsal təsərrüfatı əvəz etməyə başlayır. Mezolitdə bu proses başa çatır neolit dövründə. Ana xaqanlığı ata xaqanlığı ilə əvəz edilmişdir. Yəni ana xaqanlığının yerinə ata xaqanlığı yaranmışdır. Erkən Tunc dövründə bu fikir düzgün fikirdir. Cavab C bəndi. Kür ərazi mədəniyyəti kimi erkən Tunc dövrü tanınır, eneolit yox. Əhali oturaq həyata keçmişdir. Bu da neolit dövrünə aid xüsusiyyətdir. Burada bizə üst paleolit yazıbsa, cavab səhv olacaq orada. Variant səhv olacaq daha doğrusu. Uyğunluğu müəyyən edin. Tunc dövrü, erkən Tunc, orta Tunc. Erkən Tunc dövrünə aid xüsusiyyətləri buradan tapıb çıxdaş edirik və cavabımızı görək tapa bilirik. Qəbilənin meydana gəlməsi bu erkən Tunca aid bir xüsusiyyət deyil. Qəbilələr üst paleolitdə meydana gəlib və deməli 1-də A variantın biz 1-ə A variantı uyğun olmayacaqsa, deməli biz 1-də A götürülən bütün variantları çıxırıq, əlimizdə qalır 1, B, C. Yoxlaya da bilərik. Ata xaqanlığının yaranması erkən Tuncdur, xış əkinçiliyinin yaranması, yəqin ki burada xış əkinçiliyinin yaranması nəzərdə tutulub, erkən Tuncdur. İndi 2-yə baxaq. 2-də cavabımız ya AB olmalıdır, ya BC olmalıdır. Bağçılığın yaranması biz deyirik ki, yeni təsərrüfat sahələri, bağçılıq, bostançılıq, üzümçülük və şərabçılıq Orta Tunc dövründə yaranıb. Deməli, 2-də A bəndi olacaq, avtomatik D bəndimdə gedir, cavabım qalır A bəndi. İri tayfa ittifaqlarının yaranması da Orta Tunc dövrüdür, siklopik tikililər isə son Tunc dövrünə aiddir. Bura aidiyyatı yoxdur. Elzevin diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Ana xaqanlığı, ata xaqanlığı.
Gəlin baxaq. Üzümçülük və şərabçılığın mövcud olması. Üzümçülük və şərabçılıq Orta Tunc dövründə yaranıb. Deməli bu ata xaqanlığına aiddir, ana xaqanlığına aid deyil. Deməli 2-də A olmalıdır. 2-də A olmayan bütün variantları atırıq. A, C və Y variantları getdi. Əlimizdə 2 variant qalır. Metaldan istifadə olunması hər iki xaqanlıq dövrünə düşür. Ana xaqanlığı dövründə, eneolit dövründə metaldan istifadə edilib. Ata xaqanlığı dövründə də Tunc dövründə də tuncdan, misdən deməli istifadə edilib. Deməli bu ortaq xüsusiyyətdir. Metaldan istifadə olunmaq 3-ə aid olmalıdır. 3-də B olan variantlarımıza baxırıq. 3-də B olan variantımız D bəndidir yeganə olaraq. O görə də B bəndi də gedir. Amma biz yenə də bunu yoxlayaq. İnsanların əkinçiliklə məşğul olması mezolit dövründən etibarən olub və hər iki xaqanlığı əhatə eləyir. Deməli 3-də B ilə yanaşı C də olmalıdır ki, biz bunu tapmışıq. İbtidai maldarlığın yaranması bu mezolit dövrüdür. Ana xaqanlığına aiddir 1D və daş əmək alətlərindən istifadə edilməsinə başlanması isə heç bir yerə aid olmayacaq. Çünki bu başlanması deyirsə, bu alt paleolitə aiddir. Alt paleolitdə isə ana xaqanlığı hələ yox idi. Deməli cavabımı düz tapmışıq. Daş dövründən fərqli olaraq Tunc dövründə. Gəlin baxaq. İlk sənətkarlıq sahələri meydana gəldi. Deyirik bu neolit dövrüdür. Neolit yəni yeni daş dövrü. Deməli bu fərqli xüsusiyyət deyil. İlk sənətkarlıq deyir. İnsanlar qaya üzərində gəmi təsvirləri çəkməyə başladılar. Bu da daş dövrünə aiddir. İnsanlar kollektiv halda yaşayırdılar. Bu fərqli xüsusiyyət deyil. Əmlak və sosial bərabərsizlik mövcud olmuşdur. Daş dövründə qəbilə icmasında sosial bərabərsizlik yox idi. Sosial bərabərsizlik Tunc dövründə tayfanın yaranmasından sonra baş verən prosesdir. Deməli cavabımız olur D bəndi. İstehsal təsərrüfatı isə fərqli xüsusiyyət deyil, hər ikisində olub. Verilən xüsusiyyətlərin hər ikisinin aid olduğu ərazini xəritədə müəyyən edin. Ərazisində qayalar üzərində Tunc dövrünə aid təsviri sənət nümunələri aşkar edilmişdir. Qədim insan məskəni olan Zar mağarası burada yerləşir. Söhbət Kəlbəcərdən gedir. Biz Kəlbəcəri necə tapırıq? Azərbaycanın təxminən orta hissəsində Ermənistanla sərhəddə böyük ərazi. Baxın, digər yerlərə nisbətən çox böyük ərazidir. Ümumiyyətlə Azərbaycanın 2 ən böyük rayonundan biridir. Deməli cavabımız olur bizim 3. Kəlbəcər. Baxın, bura Kəlbəcərdir. Bura Qazaxdır. Azərbaycanın ən sağ Xəzər dənizi ilə Rusiya Federasiyası arasında olan yer Xaçmazdır. Bura Qobustandır, Bakı yaxınlığı və burada aydın məsələdir ki, Naxçıvan ərazisidir. Cavabımız olur 3 C bəndi. Kəlbəcər. Verilən xüsusiyyətlərdən hər ikisinin aid olduğu ərazini xəritədə müəyyən edin. Qədim insan məskəni olan Daş Salahlı mağarası burada yerləşir. Ərazisində xüsusi ibadət evlərinin qalıqları aşkar edilmişdir. Daş Salahlı mağarası Qazaxdadır. Eyni zamanda Qazaxda Baba Dərviş ibadət evi də var idi. Deməli cavabımız olur Qazax. Yuxarıda xəritədə bunun ərazilərin hara olduğunu onsuz da bildirmişdik. Cavab olur Qazax. 4. Cavab D bəndi. Erkən Tunc dövründə fiziki güc tələb edən xış əkinçiliyi, yaylaq maldarlığı, metal işləmə yarandı. Kişi əməyinə tələbat artdı. Qadının cəmiyyətdə mövqeyi zəiflədi və kişilərin nüfuzu artmağa başladı. Verilən proseslərin nəticəsində baxın görün nə deyir? Deyir kişi əməyinə tələbat artıb, qadının mövqeyi əksinə zəifləyib. Kişilərin nüfuzu artıbsa, bu ana xaqanlığının yaranması ola bilməz. Əksinə ana xaqanlığı dağılır, yerinə ata xaqanlığı yaranır. Cavab olur B bəndi gəlin Allah. Yaxşı işarə eləyə bilərsiniz. Heç yenə yaxşı olmadı, nəysə. Deməli B bəndi. Erkən Tunc dövründə fiziki güc tələb edən xış əkinçiliyi, yaylaq maldarlığı, metal işləmə yarandı. Kişi əməyinə tələbat artdı. Qadının cəmiyyətdə mövqeyi zəiflədi və kişilərin nüfuzu artmağa başladı. Demək olar eyni şeylərdir. Verilən proseslərin nəticəsində ata xaqanlığını öz nüfuzunu itirdi. Xeyr, əksinə atalar, kişilər deyirik ki, nüfuz qazanmağa başladı. Ana xaqanlığı süqut etdi. Bəli, yəni süqut etmək yəni dağıldı. Ana xaqanlığı dağılır, yerinə ata xaqanlığı yaranır. 36-cı sual. Sənətkarlığın, əkinçilik və maldarlığın inkişafı, mübadilənin inkişafı.
Verilənlərin hər ikisi Azərbaycanda ibtidai icma quruluşu dövründə səbəbidir. Nəyin səbəbidir? Yəni sənətkarlıq, əkinçilik və maldarlığın inkişafı, mübadilənin inkişafı nəyin səbəbidir? Tayfanın yaranması, ulu icmanın dağılması, qəbilənin yaranması, ox və kaman və ticarətin yaranması. Baxın, e, mübadilə inkişaf eləyib, sənətkarlıq, əkinçilik və maldarlıq inkişaf eləyibsə, deməli burada mübadilə nədir? Yəni mən sənə nəyisə verirəm, sən əvəzində mənə nəyisə verirsən. Deməli burada al-ver var. Söhbət burada deməli ticarətin yaranmasından gedəcək. Çünki al-ver var, ticarət var. Güclü tayfalar zəif tayfaların var dövlətini mənimsəməsi, zəif tayfaların torpaqlarının ələ keçirilməsi. Verilənlərin hər ikisi səbəbidir. Ulu icmanın dağılması, xeyr. Qəbilənin yaranması, xeyr. Heç qəbilə hara, tayfa hara. İri tayfa birliklərinin yaranması. Baxın, güclü tayfalar zəif tayfaların var dövlətini mənimsəyir deyə zəif tayfalar birləşib güclü tayfalara qarşı birlikdə mübarizə aparmalı olurlar. Ona görə də iri tayfa birlikləri yaranmağa başlayır. Cavabımız olur C bəndi. İlk tayfaların yaranması isə burada məntiqə uyğun deyil. Çünki güclü tayfalar, zəif tayfalar varsa, deməli artıq tayfalar yaranıb da. Necə ilk tayfalar yaransın? Ticarətin yaranması da bura aid ola bilməz. Azərbaycanda erkən tunc və orta tunc dövrlərinə aid ümumi cəhət. Ayaqla hərəkətə gətirilən dolu çarxından istifadə edilməsi heç birində olmayıb. Son tunc dövrünə aiddir. Şəhər tipli ilkin yaşayış məskənlərinin yaranması bu orta tunca aid olan bir şeydir. Erkən tuncda aid deyil. Boyalı qablar mədəniyyətinin formalaşması bu da orta tunca aid bir prosesdir. Süni suvarma sistemindən istifadə edilməsi. Baxın, yaranması demir ha, istifadə edilməsi deyirsə, erkən tuncdan başlayaraq üzü bəri bütün dövrlərdə süni suvarma sistemi olub. Deməli cavabımız olur D bəndi. Ata sitayişin edilməsi isə bu son tunc dövrünə aiddir. Ata xaqanlığı dövrünə aid deyil. Kollektiv dəfn etmə adətinin meydana gəlməsi deyirik, bu erkən tunc dövründə olub. Deməli, ata xaqanlığı dövründə olub. Toxa əkinçiliyinin yaranması isə deməli, ana xaqanlığı dövründədir. Cavabımız olur B bəndi. Köçmə maldarlığın meydana gəlməsi erkən tunc dövrüdür, ata xaqanlığı. Dağlıq zonalarda məskən salmaq, dağlıq və dağaltı zonaya köçmək, yaşamaq erkən tunc dövrüdür. Tayfaların meydana gəlməsi də erkən tunc dövrünə aiddir. Cavab B bəndi. Ata xaqanlığı dövrünə aid deyil. Düzən ərazidə yaşayan əhalinin dağətəyi zonalarda məskən salması. Deyirik ki, bu erkən tunc dövrü də aiddir. Birinci böyük ictimai əmək bölgüsünün baş verməsi. Bu da erkən tunc dövrüdür, ata xaqanlığına düşür. Ayaqla hərəkətə gətirilən durud çarxından istifadə edilməyə başlanması son tunc dövrüdür, ata xaqanlığına düşür. Metaldan əmək alətlərinin hazırlanmağa başlanması bu deməli eneolit dövrünə aiddir. Hələ ana xaqanlığı idi. Ata xaqanlığı erkən tunc dövründə yaranıb. Eneolitdə yox idi. Cavab D bəndi. Üzümçülük və şərabçılıq isə orta tunc dövrüdür, xaqanlığına aiddir. Azərbaycanın eradan əvvəl 4-cü minilliyin ikinci yarısı 3-cü minilliyin sonu tarixi üçün səciyyəvi idi. 4-cü minilliyin ikinci yarısı 3-cü minilliyin sonu bu dövr erkən tunc dövrünün tarixi zaman çərçivəsidir. Deməli biz baxmalıyıq erkən tunc dövrünə aid bir prosesi axtarmalıyıq. Əkinçilikdə qoşqu heyvanlarının istifadə edilməsi ilə cavabımız A bəndində üzə çıxır. Çünki erkən tunc dövründə xış əkinçiliyi yaranmışdı. Xışı sürmək üçün də qoşqu heyvanlarından istifadə edilirdik. Digər variantlar isə baxın qadınların mühüm rol oynamağa başlaması, toxa əkinçiliyi, heyvanların əhəlləşdirilməsi, sənətkarlığın əkinçilikdən ayrılması bunlar hamısı fərqli dövrlərə aiddir. Azərbaycanın eradan əvvəl 4-cü minilliyin ikinci yarısı 3-cü minilliyin sonu tarixinə aiddir. Yenə erkən tunc dövrünün tarixi zaman çərçivəsi verilib. İlk mərkəzləşdirilmiş dövlətin meydana gəlməsi biz bilirik ki, ilk dəfə mərkəzləşdirilmiş dövlətimiz olub Manna dövləti. Əgər yeni tarixə başlayanlar varsa aranızda, bilmirsinizsə də bunu deməli keçəcək. Bu dövrdən sonra deməli tayfa ittifaqlarının yaranması və sonra Manna dövlətində biz mərkəzləşdirilmiş dövlət haqqında danışacağıq. Tacirlər qrupunun yaranması. Bu erkən tunc dövrünə aid deyil. Bu son tunc dövrünə aid prosesdir. Çünki bu 3-cü ictimai əmək bölgüsüdür. Uşaqlar, tacirlər qrupu
Sənətkarlardan ayrılır və tacirlər qrupu yaranır. Son Tunc dövrü, 3-cü ictimai əmək bölgüsü. Qohum qəbilələrinin tayfalarda birləşməsi. Qohum qəbilələr tayfalarda birləşir, deməli və nəticə etibarilə tayfalar yaranır. Qəbilələrin birləşməsi nəticəsində tayfaların yaranması erkən Tunc dövrünə aid bir prosesdir. Cavabımız C bəndi. Ata sitayişi meydana gəlməsi son Tunc dövrüdür. İkinci böyük ictimai əmək bölgüsü isə Ota Tunc dövrüdür. Azərbaycanın eradan əvvəl 14-cü, 7-ci əsrlər tarixi üçün səciyyəvidir. Deməli uşaqlar, burada bəzi uşaqlar çaşır. 14-7-ni görən kimi avtomatik beyin gedir daş dövrünə. Düzdür, daş dövründə 14-7 aralığı yoxdur. Var 12-8 aralığı məsələn mezolit dövründən, amma bura baxanda da variantlara baxanda da orta daş dövrünə aid, mezolit dövrünə aid nəsə bir şey görəndə və yaxud başqa dövrlərə aid bir şey görəndə artıq avtomatik fikir yayınır. Burada bizim diqqət eləməli olduğumuz məsələ burada əsr sözü yazıb. Əsr, yəni 100 illik. Eradan əvvəl 14-cü, 7-ci yüzilliklər, əsrlər bu son Tunc dövrünə aid, erkən dəmir dövrünə aid proseslərdir. Son Tunc, erkən dəmir dövrü. Deməli, biz bunu qarışdırmamalıyıq mezolit dövrü ilə və yaxud başqa 7-cini görən kimi nihayətə ağıl getməməlidir. Diqqətlə baxmalıyıq. Burada bizdə minillik yox, əsri, yüzilliyi soruşur. Deməli, bu son Tunc dövrüdür. Sənətkarlığın müstəqil sahəyə çevrilməyə başlaması bu Orta Tunc dövrünə aiddir. Siklopik tikililərin inşa edilməsi isə son Tunc dövrünə aiddir. Deməli, cavabımız olur B bəndi. Üzümçülük, şərabçılıq, yeni təsərrüfat sahələri Orta Tuncdur. Şüşə əməyinin ön plana keçməyə başlaması erkən Tuncdur, yəni ata xaqanlığının başlaması. İstehsal təsərrüfatının yaranması isə mezolit dövrünə aiddir. 44. Bu dövrdən başlayaraq insanlar qan qohumluğuna əsasən birlikdə yaşamağa başladılar. Ağacdan sallar düzəldir, daş və sümük üzərində incəsənət nümunələri hazırlayırdılar. Bu, deməli, salların düzəldilməsi, qan qohumluğu əsasında birlikdə yaşamağa başlaması, yəni qəbilədə yaşamağa başlaması, bu üst paleolitə aid bir, deməli, faktlardır. Deməli, mətn 1-də üst paleolitdən bəhs edilir. Mətn 2. Bu dövrdə insanlar heyvanları daha uzaqdan ovlamağa başladılar. Suyu keçmək üçün qayıqlar düzəldirdilər. Qayalar üzərində rəsm təsvirləri çəkirdilər. Heyvanları daha uzaqdan ovlamağa başlamışıqsa, deməli ox və kamanı yaratmışıq. Ox və kamanın yaranması isə mezolit dövrünə aid proses idi. Deməli, birinci mətndə üst paleolitdən, ikinci mətndə isə mezolit dövründən bəhs edilir. Görək bizə sualda nə soruşur. Birinci mətndə bəhs edilən dövrdən fərqli olaraq, ikinci mətndə verilən dövrdə, yəni üst paleolitdən fərqli olaraq mezolit dövründə, yəni bu qədər mətnin qorxmağa ehtiyac yoxdur. Mənası odur ki, üst paleolitdən fərqli olaraq mezolit dövründə nə olub? İstehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur. Bəli, biz deyirik ki, əkinçilik və maldarlıq istehsal təsərrüfatıdır və mezolit dövründə ibtidai əkinçilik, ibtidai maldarlıq yaranması ilə istehsal təsərrüfatına keçidin əsası qoyulur. Neolit dövründə isə bu keçid başa çatır. Deməli, bir götürüləcək, bir olacaqsa variantımızda bir olmayan bəndləri çıxırıq. Cavablarımız ya C-dir, ya D-dir. 2-yə baxmalı deyilik əslində, amma yenə də gəlib baxaq. Vaxt itirmədən tez bir şəkildə baxaq. İnsanlar qəbilə icması halında yaşayırdılar. Bu üst paleolitə də, mezolitə də aid xüsusiyyətdir. Yəni hər ikisinə aid xüsusiyyətdir. Deməli, biz düzgün yoldayıq hələ ki. Axirətə inam mövcud idi. Bu fərqli xüsusiyyət deyil. Bu da hər ikisinə aid bir xüsusiyyətdir. Axirətə inam yaranıb orta paleolitdə və davam edir ta günümüzə qədər. Deməli, burada 3-də olmayacaq, avtomatik C bəndi də gedir, əlimizdə qalır D bəndi yalnız. Yeni sənətkarlıq sahələrinin meydana gəlməsi isə neolit dövrüdür. Cavabımız D bəndi. 45. Bu dövrdən başlayaraq insanlar ilk dəfə misdən istifadə etməyə başladılar. Bu cümləni gördüysək, avtomatik ağlımıza gəlməlidir eneolit dövrü. Buna baxmayaraq daşdan hazırlanmış əmək alətləri üstünlüyünü qoruyub saxlayırdı. Bəli, nə deyirik? Çünki deyirik ki, sonunda litos sözü varsa, deməli burada əsas əmək alətləri daşdan hazırlanır. İnsanlar birgə yaşayış formalarında isə ciddi dəyişiklik olmamışdır. Bəli, çünki qəbilədə yaşayırdı əvvəldə, indi də qəbilədə yaşayır. Ciddi dəyişiklik olub üst paleolitdə, ulu icmadan qəbiləyə keçəndə. Bir də erkən Tunc dövründə qəbilədən tayfaya keçəndə. Bu dövrdə cəmiyyətin həyatında kişilərin rolu artmağa başladı. Deməli, ata xaqanlığı yaranıb.
Xış əkinçiliyi ilə məşğul olurdular, tuncdan əmək alətləri hazırlayırdılar. Deyirsə bu erkən tunc dövrüdür. Köçmə həyat sürən insanların sayı artır. Bu deməli erkən tunc dövrüdür. Deyir, birinci mətndə verilən dövrdən fərqli olaraq ikinci mətndə bəhs edilən dövrdə, yəni eneolitdən fərqli olaraq erkən tunc dövründə. Görək nələr olub. İstehsal təsərrüfatı mövcud idi. Bu fərqli xüsusiyyət deyil. Baxın, bizdən fərqli xüsusiyyəti soruşur. Biri çıxırıq. İnsanlar qəbilə icması halında yaşayırdılar. Erkən tunc dövründə insanlar qəbilə icmasında yaşamayıblar. Qəbilələr birləşərək tayfalar yaratmışdılar. Deməli, 2 olan variantımız da çıxır. Əlimizdə qalır bir dənə 4. Yenə də baxaq. Axirət dünyasına inam fərqli xüsusiyyət deyil. Tayfalar meydana gəlmişdir. Bəli. Eneolitdən fərqli olaraq erkən tuncda tayfalar meydana gəlmişdir. Cavab yalnız 4. deyə bilərik. Orta və son tunc dövrünün ümumi cəhətini erkən tunc dövründən fərqləndirən xüsusiyyət. Yəni elə bir xüsusiyyət tapmalıyıq ki, həm orta, həm də son tunc dövrünə aid olsun, amma erkən tunc dövrünə aid olmasın. Bağçılığın mövcud olması. Bağçılıq deyirik yaranır orta tunc dövründə və bugünkü günümüzə qədər davam edirsə, deməli son tunc dövründə də bağçılıq olub. Bir olan variantımız düzgün variantlardır. Bir olmayanları çıxırıq buradan. İnsanlar duluqçuluqla məşğul olublar. Bəli, orta və son tunc dövründə insanlar duluqçuluqla məşğul olub. Amma duluqçuluq nə vaxt yaranmışdı? Neolitdə. Deməli, erkən tunc dövründən fərqli xüsusiyyət deyil. Çünki bizə baxın, fərqli xüsusiyyəti soruşur. Erkən tunc dövründən fərqli olmalıdır. Deməli, 2 olan cavablarımız səhvdir. Siklopların tikilməsi. Siklopik tikililər biz deyirik son tunc dövrünə aiddir. Bu orta tunc dövrü ilə ortaq xüsusiyyət deyil. Çünki bizdən nə soruşurdu? Deyir, orta tuncla son tuncun ortaq xüsusiyyəti olmalıdır. Deməli, bu da deyil. Avtomatik Y bəndi də gedir. Əlimizdə qalır yalnız bir. Kollektiv dəfn etmənin mövcud olması isə erkən tunc dövründən etibarən idi. Onsuz da aid olmayacaq. Cavabımız olur yalnız 1. 47-ci sual. N-Elven diaqramına əsasən uyğunluğu müəyyən edin. Erkən tunc, orta tunc, son tunc. Bunların hamısına aid olmalıdır. Baxın, 4-də bunların hamısı kəsişirsə, deməli 4 bunların hamısına aid olmalıdır. 5 isə yalnız orta və son tunc dövrünün kəsişməsinə aid olan deməli yerdir. Deməli bu 5-də yalnız orta və son tunc dövrünə aid xüsusiyyətləri biz tapmalıyıq. İctimai əmək bölgüsünün baş verməsi. Biz bilirik ki, ictimai əmək bölgümüz 3 dəfə olub. Biri erkən tuncda, biri orta tuncda, biri son tuncda. Deməli, bu hamısının ortaq xüsusiyyətidir. 4-ə aid olmalıdır. 4A olmalıdır. 4A olmayan variantlarımızı atanda avtomatik cavab onsuz da qalır. Deməli, B bəndi. Yoxlamaq üçün baxsaq, ata xaqanlığının yaranması erkən tunc dövrüdür. 1-ə aid olmalıdır. Bir də B olan, onsuz da yenə də bir dənə variantımız var idi. Cavab B bəndi. Eramızdan əvvəl 6-cı, 4-cü minillikləri əhatə edən bu dövrdə zaman çərçivəsi bizə deyir ki, bu dövr eneolit dövrüdür. İnsanlar əkinçilik və maldarlıqdan başqa ovçuluq və balıqçılıqla da məşğul olurdular. Çay kənarlarında dairəvi yaşayış evləri tikilirdi. Bu aydın məsələdir, eneolit dövrüdür. Bu dövrdə əkin sahələri genişlənmiş, süni suvarma sistemi yaranmışdır. Süni suvarma sisteminin yaranması aiddir erkən tunc dövrünə. Əmək alətləri, məişət əşyaları və silahların inkişafı səviyyəsində dəyişikliklər baş vermişdir. Haqqında bəhs edilən birinci dövrdən fərqli olaraq, yəni eneolitdən fərqli olaraq, ikinci dövrün, yəni erkən tunc dövrünün dini görüşləri üçün xarakterik xüsusiyyətləri müəyyən edin. Baxın uşaqlar, ümumi xüsusiyyətləri demir ha. Bizdən artıq spesifik dini xüsusiyyətləri soruşur. Sırf dini xüsusiyyət tapmalıyıq. Axirət dünyasına inamın mövcud olması. Bu, baxın, fərqli xüsusiyyət deyil. Axirət dünyasına inam eneolitdə də var idi. Deməli, 1 ola bilməz. 1 olan variantlarımızı çıxırıq. Ölülərin yaşayış məskənlərində dəfn edilməsi. Eneolit dövründə ölülər binaların arasında, evlərin arasında və ya içərisində dəfn edilirdi. Yəni yaşayış məskənlərində dəfn edilirdi. Bu da fərqli xüsusiyyət ola bilməz. Deməli 2 də getdi. 2 də getdisə, əlimizdə avtomatik bir variant qalır. D bəndi. Gəlin baxaq. Dini ayinlər üçün xüsusi ibadətgahların tikilməsi. Bəli.
Bu erkən tunc dövrünü fərqləndirən xüsusiyyətdir. Deyirdik, məsələn, Qazaxda Baba Dərviş, sonra Xaçmazda Sərkərtəpə bunlar dini ibadətgahlardır. Naxçıvanda 1-ci Kültəpə dini ibadətgahlardır və 3 cavabımız olacaq. Təsərrüfata kişi əməyinin ön plana keçməsi bu fərqli xüsusiyyətdir uşaqlar. Bax, kişi əməyinin ön plana keçməsi erkən tuncu son eneolit dövründən fərqləndirir. Amma dini görüşdürmü bu? Xeyr, bu dinə aidiyyəti olmur. Bizdən dini görüşü soruşduğuna görə biz burada 4-ü götürməyəcəyik. Yəqin ki, hər kəsə aydındır. Çünki bizdən sualda dini görüşləri soruşurdu. Erkən tunc dövründə cəmiyyətdə ictimai münasibətlərin inkişafını özündə əks etdirir. Bu dəfə bizdən cəmiyyətdə ictimai münasibətləri bizdən soruşur. Əkinçilik və maldarlığın meydana gəlməsi bu erkən tunc dövrünə aid deyil ümumiyyətlə. Bu mezolit dövrünə aiddir. İlk dəfə ibtidai formada yaranmışdı. Qohum qəbilələrinin birləşməsi, qohum qəbilələri erkən tunc dövründə birləşir və cəmiyyətin həyatında, ictimai münasibətlərdə öz əksini tapır. Bu qohum qəbilələrinin birləşməsi ilə tayfa yaranır. Deməli 2 düzgün variantdır. 2 olmayanları atırıq. D bəndi də getdi. Taxılın biçilməsində tunc oraqlardan istifadə edilməsi. Taxılın biçilməsində bəli tunc oraqlardan istifadə edilməsi deyilsə, bu təsərrüfat həyatına aid bir xüsusiyyətdir. Tunc oraqlardan istifadə edilirdi, amma bizdə nə deyir? Deyir ictimai münasibətlərdə. Bizə təsərrüfatı soruşmur axı, ictimai münasibətləri soruşursa, deməli bu fakt düzgün hesab edilməyəcək. İri tayfa birliklərinin yaranması bu ictimai münasibətdir, amma erkən tunc dövrünə aid deyil. Deməli cavabımız qalır 2. Yalnız 2 A bəndi. İbtidai icma cəmiyyətinin dağılmasının səbəbləri. İctimai icma cəmiyyəti qeyri-məhdud hökmdar hakimiyyətinin mövcud olması. Belə bir şey ibtidai icma cəmiyyətində yoxdur. Nə qeyri-məhdud hökmdar? Belə bir şey olmayıb. Deməli 1 olan variantlar getdi. Avtomatik 2 variantımız qalır. Tayfa başçılarının kəndli təbəqəsini istismar etməsi. Deyir, tayfa başçıları kəndliləri istismar eləyirdi deyə ibtidai icma cəmiyyəti dağılır. Xeyr, heç kəndli təbəqəsi hələ düzəməlli formalaşmayıb. Belə bir istismar növü hələ yoxdur ibtidai cəmiyyətdə. Belə bir şey yoxdur. İdarəetmənin adlı sanlı adamların əlinə keçməsi. İdarəetmə adlı sanlı adamların əlinə keçir və tədricən artıq erkən dövlət qurumları yaranmağa başlayır. İbtidai icma cəmiyyəti dağılır. Cavabımız olur yalnız 3. Dini pərakəndəliyin geniş yayılması belə bir şey də yoxdur. Erkən tunc dövründə, ümumiyyətlə tunc dövründə. Verilənlərin hər ikisi ümumi cəhətləridir. Metaldan alətlərin hazırlanması, əkinçiliyin mövcud olması. Yəni ortaq xüsusiyyət tapmalıyıq. Paleolit və ata xaqanlığı. Paleolit dövründə metal və əkinçilik ümumiyyətlə yox idi. Neolit və erkən tunc dövründə burada da metal yox idi. Mezolit və neolit dövrü. Mezolit dövründə də metal yox idi. Metal erkən tuncdan üzü bu tərəfəyə aiddir. Ulu icma və nəsli icmanın mövcudluğu dövrü. Biz nəyi gözdən qaçırtdıq? Bir də diqqətlə baxaq. Ulu icma və nəsli icmanın mövcudluğu dövrü xeyr. Ulu icma və nəsli icmanın mövcudluğu dövrü ola bilməz. Aha. Nəsli icma və ata xaqanlığının mövcud olduğu dövr. Nəsli icma deyəndə qəbilə icması nəzərdə tutulur. Deməli, ata xaqanlığının mövcud olduğu dövrsə erkən tunc dövründən üzü bu tərəfə götürəcəyik və bu dövrdə nəsli icma dövründə, yəni qəbilə icması dövründə metaldan alətlər hazırlanıb, əkinçilik mövcud olub. Deməli, cavabımız olur Y bəndi. Mən bura baxmamış, buranı ulu icma kimi fikirləşdim. Ona görə dedim birdən nəyisə gözdən qaçırarıq, amma sonra gördüm ki, yox. Bunda nəsli icmanı, yəni qəbilə icmasını soruşur. Ərazisində erkən tunc dövrünə aid xüsusi ibadət evlərinin tikildiyi rayonları müəyyən edin. Düzdür, şəkil biraz yaxşı düşməyib PDF-dən PDF-ə köçürən zaman. Biz bilirik ki, bu Xaçmaz, Naxçıvan və Qazax əraziləridir. Xaçmaz baxın, bu ərazidir. 3 yazılıb bura və bir də Qazax ərazisi 1 olacaq. Cavabımız 1 və 3. Onsuz da açıq tipli sualdır. Xaçmaz 3-dür. Bu 5 yazılan yer Qusar ərazisidir. Bunu gələcəkdə keçəcəyik. Qusar ərazisində məsələn Samur çayı sahilində döyüş baş verib. Şahdağ döyüşü
Demək olar burada baş verib, bu ərazidə baş verib və bu ərazini yadda saxlamalıyıq biz də. Baxın, Quba Qusar Xaçmaz deyilir də. Quba böyük yerdir, nisbətən böyük yer. Xaçmaz ən sağ tərəf küncdür, onun solunda kiçik bir yer isə Qusar ərazisidir. Deməli, burada bizim cavabımız olur 1 və 3. Azərbaycanda Orta Tunc dövrü üçün səciyyəvidir. Duluzçuluğun meydana çıxması. Duluzçuluq Neolit dövrünə aiddir. İkinci ictimai əmək bölgüsü Orta Tunc dövrünə aid bir prosesdir. Bunu götürürük. Bağçılıq və bostançılıq kimi yeni təsərrüfat sahələri də Orta Tunc dövründə yaranır. Köçmə maldarlıq isə erkən Tunc dövrünə aid bir prosesdir. Tunc dövrünə aiddir. Yeni təsərrüfat sahələrinin yaranması. Bəli, Tunc dövründə yeni təsərrüfat sahələri yaranıb. Orta Tunc dövründə. Ovçuluğun əsas peşəyə çevrilməsi bu alt paleolitdə olub. Əmək məhsuldarlığının artması. Bəli, Tunc dövründə məhsuldarlıq artır. İnsanların əməyinin qarşılığı olan deməli məhsuldarlıq artır. Həm maldarlıq sahəsində, həm əkinçilik sahəsində. Maldarlığın yeni sahəsi. Köçmə maldarlıq yaranır. Bəli, Tunc dövründə köçmə maldarlıq yaranmışdı. Erkən Tunc dövründə. İbtidai əkinçilik isə mezolit dövrüdür. Cavab 1, 3, 4. Azərbaycanda erkən Tunc dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Saxsı qabların istehsalı bu neolit dövrüdür. Kurqan tipli qəbirlərin meydana gəlməsi erkən Tunc dövrüdür, bəli. Əkinçiliyin və maldarlığın bir-birindən ayrılması. Bu birinci ictimai əmək bölgüsüdür. Erkən Tunc dövrünə aiddir. İlk şəhər məskənlərinin yaranması bu Orta Tunc dövrüdür. Götürmürük. Daşların cilalanması üsulunun mənimsənilməsi deyirsə, yəni ilk dəfə yaranması deyirsə, bu Neolit dövrünə aiddir. Bunu da götürmürük. 2 və 3. Azərbaycanda Orta Tunc dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Ata xaqanlığının yaranması. Ata xaqanlığı erkən Tunc dövründə yaranıb uşaqlar. Orta Tunc dövründə artıq yaranmışdı. Üçüncü ictimai əmək bölgüsünün baş verməsi. Üçüncü ictimai əmək bölgümüz son Tunc dövründədir. Baxın, birinci erkən Tunc, ikinci Orta Tunc, üçüncü son Tunc. Deməli, bu da olmayacaq. Boyalı qablar mədəniyyətinin formalaşması. Bu Orta Tunc dövrüdür. Deməli, Kiraz mədəniyyəti erkən Tunc dövrüdür. Boyalı qablar mədəniyyəti Orta Tunc dövrüdür. İlkin şəhər məskənlərinin yaranması. Bu da Orta Tunc dövrüdür. Toxa əkinçiliyini xış əkinçiliyinin əvəz etməsi bu isə erkən Tunc dövrünə aiddir. Cavabımız olur 3-4. Baxaq bir dənə. 56-da işlədik. Keçirik 57-yə. Tunc dövrünə aid xüsusi ibadət evlərinin tapıldığı əraziləri müəyyən edin. Deyirik ki, bu ərazilər Qazax, Xaçmaz və Naxçıvan əraziləridir. İndi burada Xaçmaz göstərilməyib. Baxın, Xaçmaz bu ərazidir. Bura göstərilməyib. Qazax 2 və Naxçıvan 5. Cavabımız olur 2 və 5. Qazaxda Baba Dərviş, Naxçıvanda Kültəpə. Tunc dövrünə aid səbəb-nəticə əlaqələrini müəyyən edin. Kişi əməyinə tələbatın artması, qadının cəmiyyətdə mövqeyinin zəifləməsi. Yəni ata xaqanlığı yaranır deyə ana xaqanlığı süqut edir. Təxmini bu minvalda olan bir cümlədir. Cavabımız 1-i götürürük, düzgündür. İkinci ictimai əmək bölgüsündə ticarət müstəqil sahəyə çevrilir. Xeyr, sənətkarlıq müstəqil sahəyə çevrilmişdi. Xış əkinçiliyi yaranır deyə toxa əkinçiliyinin daha da geniş yayılması. Xeyr, xış əkinçiliyi yaranır deyə xış əkinçiliyi geniş yayılırdı artıq. Toxa əkinçiliyi yox. Qohum qəbilələrinin birləşməsi tayfaların meydana gəlməsi. Yəni qohum qəbilələri birləşir deyə tayfalar yaranırmı? Bəli, yaranır. Cavab 1 və 4. İbtidai icma quruluşuna aid hadisə nəticə əlaqələrini müəyyən edin. Birinci ictimai əmək bölgüsü baş verir deyə tacirlər qrupu yaranır. Xeyr. Birinci ictimai əmək bölgüsündə əkinçilik maldarlıqdan ayrılmışdı. Kişilərin cəmiyyətdə nüfuzunun yüksəlməsi, ata xaqanlığının meydana gəlməsi. Yəni kişilərin cəmiyyətdə nüfuzu artır, kişilərə əməyin artır və nəticədə ata xaqanlığı meydana gəlir. Bu fikir düzgün fikirdir. Bağçılıq, bostançılıq yaranır, əkinçilik maldarlıqdan ayrılır. Xeyr, bağçılığın, bostançılığın yaranması Orta Tuncdur ümumiyyətlə. Əkinçilik maldarlıqdan ayrılması erkən Tuncdur. Əmək alətlərinin təkmilləşməsi, məhsuldarlığın artması. Əmək alətləri təkmilləşir, yəni yaxşılaşır deyə məhsuldarlıq artırmı? Bəli. Məsələn, toxadan keçirlər xış əkinçiliyinə, məhsuldarlıq da artır. Bu düzgün fikirdir.
Qış əkinçiliyinin yaranması, ikinci ictimai əmək bölgüsünün baş verməsi isə tamamilə aidiyyatı olmayan bir şeydir. Cavab 2, 4. Aha. 60-cı sual. Eradan əvvəl 14-cü, 7-ci əsrlərdə Azərbaycan üçün səciyyəvi olan cəhətləri müəyyən edin. Baxın, yenə bayaqki kimi. 14-7-ci əsrlər uşaqlar hamı çaşır, bax mezolit dövrü kimi xarakterizə edir. Bu orada əsrlərdən danışılır. Birincisi. İkincisi də heç ümumiyyətlə 14-7 deyə bir aralığımız bizim yoxdur. 12-ci, 8-ci minillik aralığımız var. O mezolit dövrünə aiddir. Burada isə 14-cü, 7-ci əsrləri soruşur. Yəni eradan əvvəl 2-ci minilliyin sonu, 1-ci minilliyin əvvəllərini soruşur. Və bu bizdə son tunc dövrüdür. Mezolit, ox və kaman filan bunlar deyil. Dəmirdən əmək alətlərinin hazırlanması, bəli, son tunc erkən dəmir deyirik. Süni formanın mövcud olması, bəli, erkən tuncda yaranmışdır və mövcud idi bu dövrdə də. Siklopik tikililərin mövcud olması, bəli, son tunc erkən dəmir dövründə olub. Cavab 3, 4, 5. Azərbaycanın eradan əvvəl 14-7-ci əsrləri əhatə edən dövrü. Yenə eyni sual. Yenə son tunc erkən dəmir dövrü. Duluzçuluğun mühüm yer tutması. Bəli, duluzçuluq insanların həyatında mühüm yer tuturdu. Bu fikir düzgün fikirdir. Demir ki, duluzçuluq yaranmışdı. Xeyr, insanlar duluzçuluqla məşğul olurlar. Onlar insanların həyatında mühüm yer tuturdu. Bəli. Heyvanların əhəlləşdirməyə başlanması. Xeyr, bu mezolit dövrüdür. Dəmirdən silahların hazırlanması. Bəli, deyirik ki, eradan əvvəl 7-ci əsrdə Urmiyadan dəmir tiyələr tapılmışdı. Orta daş dövrü kimi. Xeyr. Ön Asiya və yaxın şərq ölkələrlə su yolları ilə ticarət əlaqələrinin saxlanması, bəli. Bunu sübut edir Qobustandan tapılmış deməli gəmi təsvirləri. Son tunc dövrünə aid. Azərbaycanda ana xaqanlığı və ata xaqanlığı dövrünə aid ümumi, yəni ortaq cəhətləri müəyyən etməliyik. Əhalinin duluzçuluqla məşğul olması. Ana xaqanlığı dövründə neolitdə başlamışdı və ata xaqanlığı dövründə də davam eləmişdi. Deməli, biri götürürük. Şumlama zamanı qoşqu heyvanları deyirsə, bu yalnız ata xaqanlığına aid bir xüsusiyyətdir. Bunu götürmürük. Əkinçilik və maldarlığın geniş yayılması. Bəli, neolit dövründən başlayaraq əkinçilik və maldarlıq insanların həyatında daha geniş rol oynamağa başlamışdı. Ata xaqanlığı dövründə də əkinçilik və maldarlıq geniş rol oynayırdı, geniş yayılmışdı. Deməli, bu ortaq xüsusiyyətdir. Əmlak və sosial bərabərsizlik erkən tunc dövrünə, yəni ata xaqanlığına aiddir. Yaranması, mövcud olması erkən tunc dövrü, son tunc, orta tunc hamısına aiddir. Süni formadan istifadə edilməsi isə ata xaqanlığı dövründən etibarən olur. Deməli, cavabımız 1 və 3. Azərbaycanın erkən və orta tunc dövrlərinə aid ümumi cəhətlər. İctimai əmək bölgüsünün baş verməsi. Həm erkən tunc dövründə, həm orta tunc dövründə ictimai əmək bölgüsü baş verib. Birində əkinçilik maldarlıqdan ayrılıb erkən tunc dövründə. Orta tunc dövründə isə sənətkarlıq müstəqil sahəyə çevrilib. Şəhər tipli yaşayış məskənləri yalnız orta tunca aiddir. Metaldan əmək alətlərinin hazırlanması. Baxın, hazırlanması deyir. Hazırlanmağa başlaması desəydi bunu heç birini aid eləməzdik. Amma hazırlanması deyirsə bu erkən tunc dövründə də metaldan əmək aləti hazırlanıb, orta tunc dövründə də, hətta eneolit dövründə də. Deməli, bunu götürürük. Siklopik qalaların adlanan müdafiə tikililərinin inşa edilməsi bu son tunc dövrünə aiddir. Təsərrüfat və məişətdə daş alətlərinin üstün yer tutması xeyr. Adı üstündə bax tunc dövrüdür. Niyə daş alət üstün tutsun ki? Tunc alətləri üstün yer tutur deyə elə tunc dövrü adlanıb da. Deməli cavab 1 və 3. Azərbaycanda ana xaqanlığının mövcudluğu dövründən fərqli olaraq ata xaqanlığı dövründə metaldan əmək alətləri hazırlanırdı. Ana xaqanlığı dövrü əhatə eləyir üst paleolitdən başlayaraq üst paleolit, mezolit, neolit, eneolit dövrlərini. Ata xaqanlığı isə erkən tunc, orta tunc, son tunc dövrlərini, son tunc, erkən dəmir dövrlərini. Deməli, ana xaqanlığı dövründə metaldan əmək alətləri hazırlanıb. Eneolit dövründə misdən əmək alətləri hazırlanırdı. Ana xaqanlığının mövcudluğu dövrünə aiddir bu. Bizdən fərqli cəhəti soruşduğuna görə biri götürmürük. Biz elə şey tapmalıyıq ki, ana xaqanlığında olmasın, ata xaqanlığında olsun. Əhali duluzçuluqla məşğul olurdu. Duluzçuluq yaranıb neolit dövründə, ana xaqanlığı dövründə və ata xaqanlığında da olub. Fərqli deyil. Üzümçülük, bağçılıq və bostançılıq kimi təsərrüfat sahələri mövcud olmuşdur. Bu, orta tunc dövründə, ata xaqanlığı dövründə yaranan bir şeydir. Ana xaqanlığı dövründə belə bir şey olmamışdır. Deməli, 3-ü götürürük.
Əkinçilik maldarlıqdan ayrılmışdır. Bu da erkən Tunc dövründə, yəni Ata xaqanlığı dövründə baş vermişdir. Deməli biz bunu da götürürük. Toxuculuq mövcud olmuşdur. Bu neolitdən etibarən mövcud olub. Deməli həm Ana xaqanlığına, həm də Ata xaqanlığına aiddir. Cavab 3-4. Azərbaycanda Ana xaqanlığının mövcudluğu dövründən fərqli olaraq Ata xaqanlığı dövründə. Yenə eyni sual. Metaldan əmək alətləri hazırlanmışdır. Bu fərqli deyil. Bizdən baxın, yenə fərqli xüsusiyyəti soruşur. Kurqan tipli qəbirlər meydana gəlmişdir. Kurqan tipli qəbirlər deməli erkən Tunc dövrünə aiddir və Ata xaqanlığı dövrünə deməli aid olur. Götürürük. Çünki Ana xaqanlığında yox idi. Əkinçilik və maldarlıq mövcud olmuşdur. Bu hər iki dövrə aiddir. Bizdən fərqini soruşduğuna görə götürmürük. Kollektiv dəfn etmə adəti də erkən Tunca aiddir. Yəni Ata xaqanlığına aiddir. Ana xaqanlığında olmayıb. Cavab 2-4. Azərbaycan tarixinin əvvəlki dövrlərindən fərqli olaraq erkən Tunca aid hadisələri tapmalıyıq. İbtidai incəsənət bu alt paleolitdə yaranıb uşaqlar. Bax bunu çox adam çaşır. İbtidai incəsənətin yaranması alt paleolitdə. Biz deyirik ki, alt paleolitdə insanlar sümüklərin üzərinə ibtidai şəkildə cızmaqara edirdilər. Bu ibtidai incəsənət nümunəsi hesab edilir. Bu alt paleolitə aiddir. Normal incəsənətin yaranması isə üst paleolitə aiddir. Bu tipli suallar, incəsənətlə bağlı suallar çox yoxdur bu topluda. Ona görə ancaq toplunu işləyən uşaqlar orada bir qədər zəif olurlar bu mövzuda, bu incəsənət mövzusunda. Bunu yadda saxlamaq lazımdır. Şəhər tipli iri yaşayış məskənləri yaradılmışdır. Şəhər tipli iri yaşayış məskənləri Orta Tunc dövrüdür. Erkən Tunc dövrünə aid ola bilməz. Xüsusi ibadətgahlar, bəli, deyirik ibadət yerləri tikilir. Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olunmuşdur, bəli. Bu da erkən Tunc dövrünə aiddir, 3-4. İbtidai icma quruluşunun digər dövrlərdən fərqli olaraq Orta Tuncda şəhər tipli yaşayış məskənləri yaradılmışdır. Bəli, Orta Tunc dövrünə aiddir bu. Tayfalar böyük tayfa ittifaqlarında birləşmişdilər. Bu da Orta Tunc dövrünə aiddir. Erkən Tuncda tayfalar yaranır. Orta Tuncda böyük tayfa ittifaqları yaranır artıq. Ata sitayiş meydana gəlmişdir. Bu son Tunc dövrüdür. Siklopik qalalar son Tunc dövrüdür. Əgər bu deməli dövrün bax bu formada məntiqlə yadda saxlamaq istəyirsinizsə, məntiqlə öyrənmək istəyirsinizsə, kanalımızdakı izah videolarına da baxa bilərsiniz. Bunlar yəni əzbərlənəsi faktlar deyil. Bu əzbər yaddan çıxır, amma biz kanalda bunları ətraflı şəkildə izah etmişik və izah videolarına baxsaz, bu dövrlər nəyin hansı dövrə aid olması sizin bir daha yadınızdan çıxmayacaq. Erkən Tunc və Orta Tunc dövrlərinin oxşar cəhətləri. İnsanların tayfalarda yaşaması. Oxşar cəhət soruşursa, Orta Tuncda da, erkən Tuncda da insanlar tayfalarda yaşayırdılar. Tayfa halında yaşayırdılar. Bir götürürük. Əkinçilikdə qoşqu heyvanlarından istifadə edilməsi. Baxın, istifadə edilməyə başlaması demir. İstifadə edilməsi deyirsə, bu erkən Tunc dövründən etibarən indiki günə qədər davam edən bir hadisədir. Deməli 1, 2 götürürük. Üzümçülük və şərabçılıqla məşğul olmaq Orta Tunc dövründən etibarən olan bir şeydir. Erkən Tuncda belə bir şey yox idi. İnsanlar arasında ticarətin mövcud olması erkən Tuncda ticarət yox idi. Siklopik tikililər isə ümumiyyətlə heç birində yox idi. Son Tunc dövrünə aiddir. Ata xaqanlığı dövrü üçün səciyyəvi olmayan əlamətləri müəyyən edin. Yəni elə bir şeylər tapmalıyıq ki, bu Ata xaqanlığında olmasın. Bax səciyyəvi olmayan o deməkdir ki, yəni Ata xaqanlığı dövründə bu şey olmasın. Tunc alətlərdən istifadə edilib Ata xaqanlığında. İstehsal təsərrüfatına keçişin əsasının qoyulması bu mezolit dövrüdür. Ata xaqanlığına aid deyil. Bizdən də aid olmayanı soruşur. 2. İlk dəfə qan qohumluğuna əsaslanan insan birliyi bu qəbilə icmasıdır. Üst paleolitə aiddir. Ata xaqanlığı deyil. Əkinçilikdə qoşqu heyvanlarından istifadə edilməsi Ata xaqanlığına aiddir. Şərabçılığın yaranması Ata xaqanlığı dövrünə aiddir. Deməli cavab 2 və 3. Erkən Tunc dövrünü Orta Tunc dövründən fərqləndirmir. Baxın uşaqlar, bir şey fərqlənmirsə nədir? Deməli oxşardır. İndi bizə oxşardır yazmayıb, söz oyunu oynayıb yazıb fərqləndirmir. Gəlin görək fərqlənməyən, oxşar olan xüsusiyyət nədir? Xış əkinçiliyinin yaranması. Baxın biz dünənki səs yazımızda da, yəni bundan əvvəlki daş dövrünün testlərini işləyəndə demişdik ki,
Bir şeyin yaranması iki dövrə birdən aid ola bilməz. Bu bir şey yaranıbsa ya bu dövrdə yaranıb, ya bu dövrdə yaranıb. Bu ortaq xüsusiyyət ola bilməz, ümumiyyətlə ola bilməz. Lap bax əkinçiliyin nə vaxt yarandığını bilmirsiniz, yadınızdan çıxıb, həyəcanlanmısınız filan. Məntiqlə fikirləşin ki, bu yaranma ola bilməz axı iki dövrə eyni anda aid ola bilməz. Kişilərin cəmiyyətdə mühüm rola malik olması, yəni ata xaqanlığının mövcud olması hər iki dövrə aiddir. Deməli götürürük. İlk tayfaların meydana gəlməsi. Bax, yenə eyni şeydir. İlk dəfə bir şey meydana gəlirsə, bu ya erkən tunçzadır, ya orta tunçzadır. İkisinə birdən aid ola bilməz. İlk dəfə tayfanın meydana gəlməsi bu erkən tunc dövrünə aid xüsusiyyətdir. İctimai əmək bölgüsünün baş verməsi, bəli, erkən tuncda əkinçilik maldarlıqdan ayrılıb, orta tuncda sənətkarlıq müstəqil sahəyə çevrilib. 71. Hansılarının yerinə dəyişsək xronoloji ardıcıllıq düzgün verilmiş olar? Xronoloji ardıcıllıq budur ki, qədimdən yeniyə doğru hadisələri düzürük. İlk metalın əldə edilməsi bu eneolit dövrüdür. Bostançılığın yaranması orta tunc dövrüdür. Xış əkinçiliyinin meydana gəlməsi bu erkən tunc dövrüdür. Siklopik tikililərin inşası isə son tunc dövrüdür. Deməli, bizdə əvvəl olmalıdır elə ilk metalın əldə edilməsi eneolit. Eneolitdən sonra erkən tunc, sonra orta tunc gəlməlidir. Yəni 2 ilə 3-ün yeri dəyişməlidir. 2 ilə 3-ün yeri dəyişməlidir. Cavab 2 və 3. Deməli, müvafiq olaraq Qaraca mağarası və Kərimli Kurqanın yerləşdiyi əraziləri xəritədə müəyyən edin. Uşaqlar, Qaraca mağarası Mingəçevir ərazisinə aiddir. Bu, deməli, Mingəçevir ərazimiz burada. Baxın, bu Mingəçevir gölüdür. Mingəçevir su anbarı üzərində tikilmiş göldür və onun düz aşağısında yerləşir. Yəni 2 və bir də Kərimli Kurqanı. Kərimli Kurqanı da Oğuz ərazisindədir. Oğuzu xəritədə tapmaq üçün yəqin ki, Şəkini hamı tanıyır. Bax, Şəki bu zonada ən böyük rayondur. Bu ərazidə yerləşir və Şəkinin sağ tərəfində, düz Şəkinin sağ tərəfində Oğuz yerləşir. Deməli, cavabımız 2, 4. Azərbaycanda ibtidai icma quruluşu dövrünə aid hadisə-nəticə əlaqələrini müəyyən edin. Süni suvarma sisteminin mövcud olması, bostançılığın inkişaf etməsi. Deyir, süni suvarma sistemi mövcud idi deyə bostançılıq inkişaf etmişdi. Bu düzgün fikirdir də. Yəni mən süni suvarmadan istifadə edirəm deyə bostanım daha yaxşı məhsul verəcək. Əhalinin dağlıq və dağətəyi yerlərdə yaşamağa başlaması, köçmə yaylaq maldarlığının yaranması. Bəli, dağlıq və dağətəyi yerlərdə yaşayır deyə artıq insanlar yaylaq maldarlığı ilə məşğul olurlar. Fikri, deməli, düzgün fikirdir. Üçüncü ictimai əmək bölgüsünün baş verməsi, ticarətin yaranması. Üçüncü ictimai əmək bölgüsü baş verəndə tacirlər qrupu sənətkarlardan ayrılır. Bu o demək deyil, ticarət indi yaranır. Ticarət onda yaranmır. Ticarət orta tunc dövründə yaranır. Sadəcə olaraq 3-cü ictimai əmək bölgüsündə artıq ticarət müstəqil sahəyə çevrilir. Tacirlər müstəqil sahəyə çevrilir. Cəmiyyətin varlı və yoxsullara bölünməsi, dəmir dövrünün tunc dövrü ilə əvəz edilməsi fikir xeyr. Belə bir fakt yoxdur, belə bir fikir yoxdur. Cavab 1, 2. Gəldik 74-cü sual. Son tunc ilk dəmir dövründə iqtisadi münasibətlər sistemi üçün xarakterikdir. Baxın, İqtisadi münasibətləri bizdən soruşur. Başqa münasibətlərə aidiyyəti yoxdur. İqtisadi münasibətlər. Əmək alətlərinin təkmilləşdirilməsi bu iqtisadi münasibətdir. Əmək alətləri təkmilləşir deyə məhsul artır və avtomatik iqtisadi münasibətlər sisteminə aid olur bu. Tayfa başçılarının ilahiləşdirilməsi bu ümumiyyətlə dini bir xüsusiyyətdir. Heç belə bir şey varsa belə iqtisadi münasibətə aid edilə bilməz. İri tayfa ittifaqlarının yaranması. Bu da iqtisadi münasibət deyil, həm də lap iqtisadi münasibət olsa da bu orta tunc dövrünə aid bir xüsusiyyətdir. İri tayfa ittifaqlarının yaranması. Sonra sənətkarların içərisindən tacirlər qrupunun ayrılması, deməli, bu da iqtisadi münasibətdir. 3-cü ictimai əmək bölgüsü iqtisadi münasibətdir bu. Siklopik tikililərin inşası isə son tunc dövrünə aiddir, amma iqtisadi münasibətlər sisteminə aid deyil. İri tayfa ittifaqlarının yaranması orta tunc dövründə başlayıb, son tunc dövründə də iri tayfa ittifaqları təbii ki yaranırdı, amma bu iqtisadi münasibət deyil, bu sosial münasibətdir. Sosial, cəmiyyətin ictimai münasibətidir. İqtisadi münasibət
pulla, cəmaatın belə deyim məhsuldarlığı ilə məhsuldarlığına aid olan bir şeydir. Pulla bağlı olan bir şeydir iqtisadi münasibət. Cavabımız 1, 4. Son Tunc ilk dəmir dövründə ibtidai mədəniyyəti üçün xarakterlikdir. Baxın, burada artıq bizdən mədəniyyəti soruşur. Nə iqtisadi münasibət soruşur, nə ictimai münasibəti, ibtidai mədəniyyəti soruşur. İbtidai mədəniyyət deyirsə, mədəniyyətə nələr aiddir? Dini təsəvvürlər, din də bir mədəniyyətdir və bir də incəsənət nümunələri. Abşeronda qaydalar üzərində təsvirlərin yayılması, bəli, bu incəsənət mədəniyyətdir. Müxtəlif heyvanlara sitayiş edilməsi, bu da mədəniyyətdir. Siklopik tikililər, xeyr. Dini ayinlərin, ibadət evlərinin tikilməyə başlaması, bu erkən Tunc dövrünə aiddir. Atdan əkinçilikdə qoşqu vasitəsi kimi istifadə edilməsi bu mədəniyyət sahəsi deyil, məsələ odur. Bu mədəniyyət sahəsi deyil. Cavab 1, 2. Azərbaycanda ibtidai icma quruluşuna aid olan hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Siklopik tikililər son Tunc dövrüdür. Qədim insanların ilk dəfə otdan istifadə etmək alt paleolit dövrünə aiddir uşaqlar. Toxuculuğun yaranması bu neolit dövrüdür. Ox və kamanın ixtirası mezolit dövrüdür. Deməli cavabımız burada bizim olacaq. Gəlin buradan bir yazaq. Deməli 2, sonra 4, sonra 3 və sonra 1. 2, 4, 3, 1. Dövrləri də dedik. Azərbaycanda ibtidai icma quruluşunun hadisələrin xronoloji ardıcıllığı. Yenə xronoloji ardıcıllıq bizdən soruşursa, gəlin buradan yazaq. Əkinçilik vərdişlərinin yaranması bu mezolit dövrüdür. Otlaq həyata keçmək neolit dövrüdür. Ata sitayiş son Tunc dövrünə aiddir. Kişilərin rolunun artmağa başlaması bu ata xaqanlığının yaranmasıdır, erkən Tunc dövrünə aiddir. Deməli, ardıcıllığımız olacaq 1, 2, 4, 3 şəklində. Yenə xronoloji ardıcıllıq. Sənətkarlığın başqa istehsal sahələrindən ayrılması, yəni ikinci ictimai əmək bölgüsü, Orta Tunc dövrü. Ev heyvanlarının əhəlləşdirilməsinin başa çatması, bu eneolit dövrüdür. Ata sitayiş ayini son Tunc dövrüdür. Saxsı qablarının istehsalının başlanması isə neolit dövrüdür. Ardıcıllığı düşsək, neolit dövrü, ardınca eneolit dövrü, ardınca Orta Tunc dövrü və ardınca son Tunc dövrü. Yenə xronoloji ardıcıllıq. Ana xaqanlığının yaranması üst paleolitdir. İlkin şəhər mərkəzləri Orta Tuncdur. Köçmə maldarlıq erkən Tuncdur. Deməli, cavabımız olur üst paleolit, erkən Tunc və Orta Tunc. Evet, mən nə yazdım? 1, 3, 2 uşaqlar. 1, 3, 2. Xronoloji ardıcıllığı müəyyən edin. Sənətkarların içərisindən tacirlər qrupunun ayrılması bu üçüncü ictimai əmək bölgüsüdür. Yəni son Tunc dövrü. Dini ayinlərin icrası üçün xüsusi ibadət evlərinin yaranması bu erkən Tunc dövrüdür. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi ikinci ictimai əmək bölgüsündən söhbət gedir. Bu Orta Tunc dövrüdür. Ev heyvanlarının demək olar ki, hamısının əhəlləşdirilməsinin başa çatması isə eneolit dövrüdür. Əhəlləşmə dediyi mezolitdə başlayıb eneolitdə başa çatıb. Deməli, eneolitlə başlayacağam. Sonra erkən Tunc dövrü, sonra Orta Tunc dövrü və sonra ən sonda son Tunc dövrü. Uyğunluq. Erkən, orta və son Tunc dövrləri. Gəlin buradan bir dənə biz bunu özümüz üçün belə düzəldək. Görək nəyə nələr aiddir. Tacirlər qrupunun meydana gəlməsi. Tacirlər qrupu deyirik 3-cü ictimai əmək bölgüsündə olub. Deməli bu hadisə aid olacaq son Tunc dövrünə. İlkin şəhər mərkəzlərinin yaranması bu Orta Tunc dövrünə aid prosesdir. Əhalinin oturaq həyata keçməsi bu neolit dövrüdür, heç biri deyil. Ata xaqanlığının meydana gəlməsi, yəni yaranması bu erkən Tunc dövründə olub. İstehsal təsərrüfatına keçişin əsasının qoyulması isə ümumiyyətlə mezolit dövrüdür, bunlardan heç birinə aid deyil. 82-ci sualda Kür ərazi mədəniyyəti, yəni erkən Tunc dövrü və boyalı qablar mədəniyyəti, yəni Orta Tunc dövrünə aid xüsusiyyətləri bizdən soruşur. Urmiya ətrafında şəhər məskənlərinin salınması. Şəhər məskənləri, şəhər mərkəzləri Orta Tunc dövründən etibarən yaranmağa başlayıb. Urmiya ətrafında Göytəpə şəhər məskəni də deməli aiddir Orta Tunc dövrünə.
Üzərində təpə düzəlmiş qəbir abidələrinin meydana gəlməsi. Yəni kurqan qəbirlərin meydana gəlməsi bu erkən tunc dövrünə aiddir, Kür ərazi mədəniyyətinə. Duluzçuluğun yaranması neolit dövrüdür. Xış əkinçiliyin yaranması yenə Kür ərazi mədəniyyətinə aiddir. Sonra mikroalət alətlərdən istifadə edilməyə başlaması deyirsə, bu mezolit dövrünə aid xüsusiyyətdir. Beləliklə biz erkən tunc dövrü, orta tunc dövrü, son tunc, erkən dəmir dövrünə aid test tapşırıqlarını işləyib başa çatdırdıq. Ümid edirəm ki, test izahı sizlər üçün deməli faydalı olar və kanalımızda müxtəlif mövzuların mövzu izahlarına da baxa bilərsiniz, digər mövzuların test izahlarına da baxa bilərsiniz və əlavə məlumat üçün WhatsApp-la əlaqə saxlayıb onlayn qruplarımıza qoşula bilərsiniz. Əlaqə nömrəsi deməli açıqlamada və eyni zamanda videonun əvvəlki şəklində də yazılıb. Mən də belə deyim, 055 301 16 31 nömrəsi ilə əlaqə saxlayıb onlayn qruplarımıza qoşula bilərsiniz. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik.